Çox güman ki, maşında qəza olub 360 dərəcə kameranın olduğu hissələrdən, yəni ön bamper, arxa bamper və yaxud da ki, qapılar. Oradakı naqilləri yoxlamaq lazımdır. Əsasən 360 dərəcə kameranın birbaşa öz naqili. Cadillac'ların 3 turbo dizellərində əsasən-ki 2020-ci ildən bu tərəfə təzə Cruze dediyimiz, yeni nəsil dediyimizlərdə cooling ventil valve deyilən bir dənə detal var. Yəni, o zavod tərəfindən də təsdiqlənib, həmin detalda çox vaxtı problem onlardan çıxır. Yəni, dəyişilsə düzələcək. Ön diferensialının yağının yoxlanmağı məsləhətdir ilk növbədə. Ya yağ az olacaq, ya da ki, vaxtın başa vurulduğu, yəni bərbad vəziyyətdə çıxacaq. Əgər Distronic oturduğu yeri deyək də, crash-dinləri əvəz olunubsa yenisi ilə və hər şey qaydasındadırsa, ADAS kalibrovkadan keçirməyə bəs edəcək, problem haldan qalxacaq. Nəzərinizə çatdıraq ki, ADAS Pro texnologiyası Bakıda seçilmiş servislərdədir. O servislərdən də biri də Otodok servisdir.